Rusiya və Ukrayna arasındakı müharibənin istiqamətləri artıq daha çox şaxələnir və fərqli istiqamətlərə doğru yönəlmiş olur. Gündəm xəbərinin efirində bir məlumata diqqətinizə çatdıracağıq. Belə ki, Avropada Rusiya məhz gizli şəbəkə qurması ilə bağlı bir məlumata diqqətinizə çatdıracağıq. Gündəm xəbərinin efirində 24 fevral tarixidir. Belə ki, Rusiya ilə əlaqəli şəxslərin Avropada strateji obyektlərin yaxınlığında daşınmaz əmlak əldə eləməsi qərb kəşfiyyat qurumlarında ciddi narahatlıq doğurub. Bu barədə The Telegraph qəzeti Avropa kəşfiyyat agentliklərinə istinadən məlumat yayıb. Məlumata görə Moskva ilə əlaqəli şəxslər qərbə qarşı aparılan hibrid müharibə strategiyasının tərkib hissəsi kimi kənd evləri, bağ evləri, ambarlar, tərk edilmiş məktəblər, şəhər mənzilləri və hətta bütöv adalar alırlar. Bildirilir ki, bu satın almaların əsas məqsədi müşahidə aparmaq, təxribat hazırlamaq və gizli əməliyyatlar üçün əlverişli məkanlar formalaşdırmaqda. Qeyd olunur ki, əldə edilən əmlaklar azı 12 Avropa ölkəsində hava bazaları, dəniz limanları, sualtı kabel xəttləri və enerji infrastrukturu da daxil olmaqla mühüm hərbi və mülki obyektlərin yaxınlığında yerləşir. Kəşfiyyat rəsmilərinin fikrincə, Kreml ənənəvi hərbi hücum əvəzinə nəqliyyat, rabitə və enerji şəbəkələrini iflic etməyə yönəlmiş məsuliyyətini inkar etməyi mümkün olduğunu, geniş miqyaslı əməliyyatlara üstünlük verə bilər və məqsəd isə NATO'nun boz zona senarilərində qətiyyətini sınamaq və kollektiv müdafiənin nəzərdə tutan 5-ci maddənin tətbiqini çətinləşdirməkdən ibarətdir. Qeyd edək ki, gündəm xəbər bu məlumatı Müsavat.com-a istinadən diqqətinizə çatdırdı.